Xankəndində Qarabağ Universitetinin fonunda danışmaq nə qədər böyük bir xoşbəxtçilikdir. Yadındadır ki, 44 günlük müharibə zamanı müsahibələr verən zamanda jurnalistlər sual verirdi, vətəndaşlar narazılığını bildirirdi ki, niyə Qarabağı, niyə Xankəndini ala bilmədik, niyə Xocalı azad olunmadı, niyə ordumuz dayandı. Amma hər bir siyasətin bir kökündə dayanan bir məntiqi var da, yəni addımların zamanı var. Və o zaman da gəldi, onlar buradan qovuldu. İndi burada Azərbaycan tələbələri təhsil alır, peşələrə yiyələnib Qarabağı qurub yaradacaqlar. Biz bura gələn zaman da gördük ki, nə qədər gözəl infrastruktur layihələr həyata keçirilib, yollar çəkilir, binalar tikilir, artıq insanlar Xocalıda yaşamağa başlayıblar. Və biz Əsgəran qalasına çıxdıq, oradan baxanda o Naxçıvan kəndinə gedən yolda insanlar o şaxtalı gündə, həmin qarlı gündə necə dona-dona qaçıblar, öldürülüblər, həlak olublar. Acı bir his yaratdı içimizdə, amma bugün artıq Xocalılar öz doğma yurdlarına qayıdıblar. Gözəl Firistli, Xankəndi də gözəl bir şəhərdir. İnşallah gözəl yol çəkilir və insanlarımız hamısı öz maşınları ilə gələcəklər, oturacaqlar burada, kofe içəcəklər, çay içəcəklər, yemək yeyəcəklər və baxıb bu gözəlliklərdən zövq alacaqlar. Yaxşı ki, Azərbaycan bütövdür, yaxşı ki, Azərbaycan tam olaraq suverenliyini, müstəqilliyini bərpa etdi. Çox xoşbəxtəm.